Salam, mən Gülnar Əmrahova, Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin İbtidai sinif Azərbaycan dili üzrə təlimçisi. Bugün sizlərlə qəbul tipli tapşırıqların izahına baxacağıq. İndi isə izahlara keçək. Deməli, birinci sualımızda bizdən saitlərin hamısını dodaqlanan və qapalı olan feilləri müəyyən edin. Cavabların neçəsi doğrudur? Bizdən sualda həm feil olmasını istəyir, həm də feildə olan saitlərin dodaqlanan və qapalı olmasını istəyir. Dodaqlanan və qapalı saitlərimiz hansılardır? Ü, bir də U. Gəldik birinci suala, gülümsəyir sözündə. Bizdən əgər saitlərin dodaqlanan, qapalı olması tələb olunursa, biz burada onların tələffüzünə baxmalıyıq. Gülümsəyir sözü gülümsüyür şəklində tələffüz olunur. Baxırıq bu sözün tələffüzündə bütün saitlərimiz üdür, ü saiti də dodaqlanandır, qapalıdır, həm də ki bizim bu sözümüz feildir. Ona görə bu bizim cavablarımıza uyğundur. Gəlirik bəzəyir sözünə. Bəzəyir sözünün tələffüzü bəziyir formasındadır. Baxırıq bu bizim şərtimizə uyğun deyil. Düzdür, feildir, amma burada saitlərimizin hamısı dodaqlanan və qapalı deyil. Ona görə bu bizim şərtimizi ödəmədi. Özgəyə sözü. Özgəyə sözündə baxırıq ki, bu söz feil deyil. Ona görə bu söz də bizim şərtimizi ödəmədi. Səpələyər sözü. Səpələyər sözü feildir. Tələffüzünü yazaq. Səpəliyər. Bu şəkildə tələffüz olunur. Səpəliyər sözündə isə baxırıq ü və u saitləri yoxdur burada. Ona görə bu da bizim şərtimizi ödəmədi. Süpürgəyə sözü. Süpürgə sözü isə baxırıq bu feil deyil. Feil olmadığı üçün bu da bizim şərtimizi ödəmədi. Sonra gəldik guruldayır sözünə. Guruldayır sözü isə gurulduyur şəklində tələffüz olunur. Guruldayır sözü feildir, həm də bütün saitləri qapalıdır. Bu da bizim şərtimizi ödədi. Cavablardan neçəsi doğrudur? İkisi doğrudur. Yəni bizim cavabımız A bəndidir. Deməli, indi isə ikinci sualımıza keçək. İkinci sualda bizdən nə tələb olunur? Sözlərin birində eyni hərf iki müxtəlif səsi ifadə etmişdir. Deməli, bizə deyir ki, hərflər eyni olsun, amma səslər müxtəlif olsun. İfadə etdiyi səslər müxtəlif olsun. Gəldik kitabxana sözündə. Birinci biz həmişə eyni olandan başlayırıq. Kitabxana sözündə baxırıq ki, hərf olaraq A-lar burada eynidir, başqa bizim eyni olan hərfimiz yoxdur. Bunun qarşısına tələffüzünü yazırıq. Kitabxana. Baxırıq ki, eyni hərflər eyni səs olaraq da qalıbdır. Ona görə A variantı bizim şərtimizə uyğun deyil. B variantında antibiotik sözüdür. Antibiotik sözündə bizim eyni olan hərflərimiz T-dır, bir də İ hərfləridir. İndi bunun qarşısında biz bunun tələffüzünü yazmalıyıq. Baxırıq bizim eyni hərflərimiz T-dır, səs olaraq da eyni qalıb. İ-lərdir, bunlar da səs olaraq eyni qalıb. Ona görə B variantı da bizim şərtimizə uyğun deyil. Gəldik bostan sözünə. Bostan sözündə bizim eyni olan hərfimiz yoxdur. Buna görə buna da baxmırıq. Kosmos sözündə bizim eyni olan hərflərimiz O-dur və S-dır. Kosmos sözündə isə tələffüzü olacaq kos. Burada da heç bir hərf tələffüzdə dəyişmədiyi üçün bu da bizim şərtimizə uyğun deyil. Ölümsüzlük sözündə. Baxırıq burada eyni olan hərflərimiz Ü-dür, bir də L-dır. Ölümsüzlük sözünün də tələffüzünü yazaq. Ölümsüzlük sözü isə ölümsüzlük şəklində tələffüz olunur. Baxırıq buradakı ü-lər eyni olaraq qalıb. Baxırıq indi l-ya. Burada hərf olaraq l-dır hər ikisi. Amma tələffüzdə biri l oldu, digəri isə d oldu. Bizim şərtimizi ödəyən cavab budur. Hərf olaraq hər ikisi eynidir, amma səs olaraq müxtəlifdir. Biri l oldu, biri d.
Ona görə bizim doğru cavabımız E-dir. Sağ olun, növbəti izahlarımızda görüşənədək.